Mövcud qanunvericiliyə əsasən bəzi hallarda dünyasını dəyişən şəxsin topladığı pensiya kapitalı və ya aldığı pensiya vərəsələrinə verilə bilər. Millət vəkili Vüqar Bayramov deyir ki, bu hüquq əsasən 18 yaşına çatmayan övladlara, əlilliyi olan şəxslərə və dünyasını dəyişən şəxsin həyat yoldaşına şamil olunur. Dünyasını dəyişən vətəndaşımızın övladları və xüsusən də 18 yaşına dək olan övladı varsa, onun pensiyasını övladlar almaq imkanına malikdir. Eyni zamanda 18 yaşına dək əlilliyi olan və 18 yaşdan sonra əlillik dərəcəsi olan vətəndaşlar da dünyasını dəyişmiş ata və ananın pensiyasını almaq imkanına malikdir və bu hüquq təbii ki, həmin vətəndaşlarımıza şamil olunur. Eləcə də təbii ki, həyat yoldaşı dünyasını dəyişirsə, bu halda həyat yoldaşı öz pensiyasını imtina edib dünyasını dəyişmiş həyat yoldaşının pensiyasını ala bilər. Əgər təbii ki, dünyasını dəyişən həyat yoldaşının pensiyası daha yüksəkdirsə. Vüqar Bayramov bildirir ki, bu sahədə yeni yanaşmalar üzərində də düşünülür. Millət vəkili pensiya kapitalının tam olmasa da bir hissəsinin vətəndaşların şəxsi ehtiyaclarına yönəldilməsini təklif edir. Belə modellər artıq inkişaf etmiş bir sıra ölkələrdə də tətbiq olunur. Əksər modellərdə pensiya kapitalının tam olaraq istehlaka yönəlməsi deyil, onun müəyyən hissəsinin istehlaka yönəldilməsi həyata keçirilir. Bu kontekstdə xüsusən də pensiya kapitalı nisbətən çox olan vətəndaşlarımıza Singapur, Amerika Birləşmiş Ştatları və hətta region ölkələrində olduğu kimi pensiya kapitalından istifadə imkanlarının yaradılması, belə bir hüququn verilməsi məqsədə uyğun olardı. Təbii ki, bu istiqamətdə təkliflər təqdim olunub, qiymətləndirmə, maliyyə qiymətləndirməsi aparıldıqdan sonra düşünür ki, gələcəkdə müvafiq qərarların verilməsi mümkün ola bilər. Vüqar Bayramov əlavə edib ki, bəzi ölkələrdə yalnız minimum deyil, orta pensiya kapitalı anlayışı da mövcuddur. Topladığı məbləğ orta pensiya kapitalından çox olan vətəndaşlara ondan istifadə imkanları yaradılır. İslam Əşrəfov, Kənan Qafar, Xəzər xəbər.